Xaçmaz şəhər mərkəzindəki Şəhidlər Xiyabanında 20 yanvar qurbanlarının xatirəsi böyük ehtiramla yad olunub. Anım mərasimində Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Minlərlə Xaçmazlı xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüb, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsi dərin hüznlə yad ediblər. Qeyd edək ki, azadlıq yolunda canlarından keçmiş 20 yanvar şəhidlərimizin arasında Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayev də vardır. Mərasim iştirakçıları onu xiyabanda yaradılmış xatirə lövhəsinin önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar. Bu günləri 20 yanvar günü Xaçmaz rayonunda biz də qeyd edirik. Şəhidlərimizi hər zaman yad edirik və biz qürurla, fərəhlə biz sinəmizi qabağa verib hər zaman deyirik. Bizim şəhidlərimiz, 44 günün şəhidləri bizim torpaqlarımızı azad etdilər və biz rahat nəfəs alırıq. Allah cəm şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bildiyimiz kimi bu günləri 20 yanvar 36 il bundan qabaq Azərbaycan müstəqilliyi uğrunda canından keçmiş bacı qardaşlarımızın anım günüdür. Bununla əlaqədar Xaçmaz rayonunda da bildiyimiz kimi anım günü qeyd olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün dünyasını dəyişənlərə, cəmi şəhidlərimizə Allah Taala rəhmət eləsin. Mənim də qardaşım bu 44 günlükdə bildiyimiz kimi Məmmədov Mahir Ağaçalmoğlu şəhid olub. Onun timsalında bütün cəm şəhidlərimizə Allah Taala rəhmət eləsin. Allah valideynlərinə, əzizlərinə səbir versin. Bugün 20 yanvar hadisələrindən 36 il keçir. Biz də Xaçmaz rayon sakinləri olaraq 20 yanvar şəhidlərinin əziz xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına üz tutmuşuq. Bugün bütün Xaçmazlılar burada toplaşaraq şəhidlərimizin əziz xatirəsini anırıq. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirik, dövlətimizə sülh, əmin-amanlıq arzu edirik. Arzu edirik ki, bundan sonra gələn nəsillər heç vaxt müharibələrlə qarşılaşmasın. Bir daha Azərbaycan xalqı belə faciələrlə üzləşməsin. Həmçinin Xaçmaz rayonu ümumilikdə 240-a yaxın şəhid verib. Onlardan biri 20 yanvar qətliamı zamanı, 218-i isə Qarabağ müharibəsində həlak olub. 15 Xaçmazlı isə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin nəticələrindən aradan qaldırmaq üçün köməyə adam aparan təyyarənin ermənilər tərəfindən vurulması nəticəsində həyatını itirmişdir. Anım mərasimində saat 12:00-da 20 yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycan ərazisinin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb, səs siqnalları verilib. Xanlar Qaraca Həcər Həsənova bugün informasiya proqramı üçün.